Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Əli Məmmədov Əvəzoğludur. Əli Məmmədov Əvəzoğlu 1998-ci ildə sentyabrın 1-də Kürdəmir rayonu Atakişili kəndində anadan olub. 2004-cü ildə Kürdəmir rayonu Vüqar Qurbanov adına tam orta məktəbə gedib. 2013-cü ildə 9-cu sinifi bitirərək texnikuma daxil olub. Neft Kimya Energetika Texnikumunda oxuyub. Amma ki, hərbiyə sevgisi olduğu üçün 2017-ci ildə hərbi xidmətə gedib. Hərbidə kiçik çavuş vəzifəsinə layiq görülüb və hərbidə qalaraq vəzifəsini yerinə yetirməyə başlayıb. Vəzifəsi 1-ci tabor 2-ci həmlə, bölük 2-ci tağım manqa başçısı, kiçik çavuş kəşfiyyatçı Məmmədov Əli Əvəzoğlu 40 gün vuruş. Əli Məmmədov iyun döyüşlərində iştirak edib. 2-ci Qarabağ döyüşləri başlayan ilk gündən sentyabrın 27-sindən müharibədə qəhrəmanlıqla iştirak edib. Suqovuşanda Ağdərədə, Talış kənd Füzulidə, Gülüstan qalası, Tonişən, Qarameşə deyilən yerdə Kəlbəcərdə bir çox yerlərdə qəhrəmanlıqla vuruşub. Dayanmadan, yorulmadan, ac-susuz 40 gün vuruşub. Qorxu bilməyib. Ancaq Qarabağa gedib. Neytral zonadan tək başına komandirin götürüb ailəsinə təhvil verib. Dəfələrlə pusquya düşmüş yoldaşlarını qurtarıb. 87 nəfərlik dəstəni Əli Məmmədov tək başına ölümdən qurtarıb. Xəstə olmasına baxmayaraq dayanmayıb. 39 dərəcə qızdırmada həkim onu saxlaya bilməyib və döyüşə girib. Son dəfə Qaranlıq Meşə Kəlbəcər istiqamətində döyüşdən çıxıb. Şəhid və yaralı yoldaşlarını çıxaran zaman ürəyindən vurulub. Minamyotun qəlpəsi ürəyinə dəyib, amma kürəyindəki şəhidi yerə atmayıb. Noyabrın 5-də şəhidlik zirvəsinə qəhrəmanlıqla ucalıb. Üstündəki bayrağını Şuşaya taxacaqmış, amma özünə bükülüb. 39 kilometrlik dağdan aşağı salınıb. Əli Məmmədov vətən uğrunda 3-cü dərəcəli ordenlə, cəsur döyüşçü, Suqovuşan uğrunda medalı ilə təltif olunub. Əli Məmmədov 4 bacının bir qardaşı, evin balacası idi.